Değerli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Sizlərə şəxsi tikili 3 sot yarım torpaq sahəsində inşa olunan, çox təcili olaraq satılan, əla, düşmə bir həyət evini təqdim edirəm. Təqdim etdiyim həyət evin qiymətində satışda belə bir ev tapa bilməlisiniz. Niyə görə? Çünki 3 sot yarım, marşrut dayanacağına yaxın, şəxsi tikili, bağı, bağçası, çox gözəl, əla təmirli həyət evi cəmi 58 min manata. Sənəd çıxarışdır, notarial qaydada alqı-satqı olacaq. Əla təklifdir. Dəyərli izləyicilərimiz, gəlin digər otaqlarla sizləri tanış edək. Və geniş dəhliz, otaqlar dəhliz vasitəsilə bölünür və əşyaların da bir çoxu mənzilin daxilində qalacaq. Bura sanuzeldir. Tam təchizatdır. Yaşayışlıdır deyə bugünkü gündə heç bir xərc tələb etmir. Hazır al, köç, yaşa. Deməli, istipol sistemi baxın burada yığılıb. Yəni kombi sistemi hamısı çəkilib. Sadəcə olaraq evdə kombi yoxdur. Alan adam inşallah özü quraşdıracaq. Amma ev istəyirdi. Bura birinci yataq otağıdır. Satışda bu qiymətə, otaq ölçüsünə görə bu genişlikdə 3 otaqlı ev yoxdur. Baxın, burası evimizin böyük yataq otağıdır. Çox gözəl, mükəmməl bir təklifdir. Burada yerləşir geniş mətbəxi. Mebellər qalacaq dəyərli izləyicilərimiz. Qiymət 58 min manata, 3 sot yarım, ünvan masazır, A5 massivi, 569 nömrəli marşrutun dayanacağından hardasa 300 metrlik məsafədə. Həyəti də baxın belədir. Ev sahibi gücü çatan qədər həyəti təmir edib. Evin yanına, arxasına keçmək mümkündür. Həyətdə baxın belə bir besetka yığılıb. Ərazidə qaz, su, işıq, kanalizasiya hamısı var, daimidir. Sənəd bir daha da qeyd edim, çıxarışdır, notarial qaydada alqı-satqı olacaq. Təyinat kənd təsərrüfatı təyinatlıdır. Damı paket damdır. Həyətdə də istəsəz əlavə olaraq yəni bir evdə tikə bilərsiniz. Burada da həm əl damı kimi istifadə edə bilərsiniz, həm də ki market kimi, obyekt kimi istifadə etmək məqsədə uyğundur. 58 min manata hal-hazırda satışda bu qiymətdə nəinki çıxarışlı, sənədsiz ev yoxdur dəyərli izləyicilər. Yəni bələdiyyə sənədi ilə bu qiymətə belə bir ev yoxdur. Real alıcılarla da endirim nəzərdə tutulub. İzlədiyiniz üçün sağ olun, salamat qalın.